İngilis dilində uzun cümlə qurmağın məntiqi. Məsələn, deyirik ki, mən işə getdim. Getdim keçmiş zaman. I went to work. Went get feilinin keçmiş zamanıdır. Keçmişdə olduğu üçün go işlənmir. Went işlənir. To work isə işə getdim. Yönəlim bildirir. Daha sonra mən işə getdim. Bu qədər. İndi bunu biraz uzadaq. Amma, but, yəni lakin orada heç kim yox idi. Heç kim yox idi. There was daha doğrusu. Heç kim. No one. Harda? Orada. Yenə də there. Orada heç kim yox idi. Bunu biraz da uzatsaq deyərik ki, because, çünki mən işə getdim, orada heç kim yox idi. Çünki, because Novruz bayramı idi. It was the Novruz bayramı. Bilinir bəlirli bir bayram. Z işlənir. Novruz holiday. Göründüyü kimi kiçik bir cümlədən uzun bir cümlə yaratdıq. I went to work, mən işə getdim. But there was no one there. Orada heç kim yox idi. Because, çünki Novruz bayramı idi. It was the Novruz holiday. Burada there was, orada var idi. No one, heç kim. Yəni orada heç kim yox idi. Orada axır there. Orada. No one əvəzinə nobody də yazmaq olar. Bu qədər.